Bürclərə 100.000 manat versən nə edər? Alo Rafiq, nə tərsən? 100.000 manat vurmuşam. Gəlirəm Novxanda özümə dəqiqəşən bir lat getirəm. Sən öl. Qoy aparım mən o 100.000-i banka qoyum, onun üstünə faiz gələcək də. 5 ildən sonra gəlib götürərəm. Sən Allah. Əziz ailəm, qazandığım 100.000 manatı buyurun sizə təqdim edirəm. Alo Rafiq, oradan mən Avropa turuna bilet al hə. Görəm Avropanın bütün şəhərlərini gəzməyə. 100.000 manat var da la, qəşəng yerə xərcləyək, qazanalım. Gedim özümə bir dənə BMW X6, ondan sonra qalan pulla qoyum cibimə kef elib sənə. Rafiq, axşam uşaqlayacaq, ged oturaq yeyib içəsən öl. Hə, qardaşın qonaqlıq verəcək, rahat olma. Bir dənə normal obyekt açım, onunla da həyatım qurtulacaq da. Gəlirim gələcək onsuz da. Sənə. Alo Rafiq, eşki nə deyirəm? Azərbaycanda bütün ehtiyacı olan ailələri araşdırırsan qəşəng. Hamısına gəlsən yardım edirsən. Hə, ay məndəki o puldan hə. Ay sağ ol. Hə, yaxşı. Ay daha qəşəng yerim özümə çeşit paltarlar alım özümə neçə şal var, kofta, krasovka, yes. 100.000 manat? Mən də ürək partiyası yapacaq. Bəli dostlar, artıq mənim 100.000 manatım var. Qızlar direktdən yaza bilərlər. Gözləyirəm.